Bence kapitalizme göre diyelim. Mədə toşluğu var məndə, mədə toşluğu. Qışqırma. Bəli. Artamın darmanı içəndən sonra kəsildi. Ondan sonra turşluq var yenə də kəsmədə o nətəli. İnşallah orada mütləq mənada orada yoxlanılmalıdır. Helikobakteri və yaxud da ki, mədə turşuluğu çoxdurmu, azdırmı? Orada yemək borusunun mədəyə keçən yerində klapanda açıqlıq varmı, yoxdurmu? Bu müayinələri, indi olan müayinələrini də götürüb gəlirsən, Doktor Seyfəddin klinikasına Allahın köməyinə kömək eləyəcəm. Və indidən deyirəm ki, narahat olmayın, qaydasına salacağım. Çünki o qədər böyük bir problemdir, çox geniş yayılmış bir problemdir. Və çox gözəl nəticələrimiz var, sizə də kömək eləyəcəm Allahın köməyinə. Ancaq məsləhət verirəm ki, pomidor yeməyin, turşu yeməyin, qıcıqlandırıcı, turşuluğu artıran qidalardan uzaq durun, turşunar yeməyin, qatıq, həmin günün qatığı olar, bir gün keçdiysə o qatıq yeməyin, dovğa yeməyin. Yəni, onlar sizə o turşuluğu artıracaq və şikayətiniz daha da artacaq. Çox sağ olun, sağlığınıza görə minnətdarım. Çox narahat eləsəniz, dediniz, götürürsünüz, şüyüd toxumu dəmlir qəbul edirsiniz, aradan qaldıracaq. Və yaxud da ki, soda, həll edirsiniz suda, qəbul edən kim görəcəksin normallaşdırdı. Və kartof şirəsi çox gözəl effekt verir. Çox sağ olun sualınıza görə.